Salam əziz izləyicilər, xoş gördük sizi. Bugün mən dinlə bağlı növbəti mövzuya toxunacağım. Birinci mövzum Adəm və Həvva idi. İkinci mövzumuz isə Allahın yaratdığı nurani varlıqlar olan mələklər haqqında danışacağım. Mələklərin funksiyası. Birinci, qoruyucu mələklər. Biz yatında belə qoruyurlar. Ayaqüstü olduğunuz zaman sizi görünməyən bəlalardan müdafiə edirlər. Heç bir pislik Allah istəməsə sizə toxuna bilməz. İkinci, vəhiy mələyi, Cəbrail. Allah peyğəmbərlərinə sözünü çatdırmaq üçün mələklərini göndərir. Cəbrail onları nurla və hikmətlə xəbərdar edir. Bizim qəlbimiz də Allahın nuruna açıq olduqda bu mələklər bizim ruhumuza işıqlandırır. Üçüncü, rəhmət mələkləri. Dua edərkən, Quran oxuyarkən və zikr etdikdə rəhmət mələkləri qəlbimizə sakitlik və sevgi gətirir. Onların yaxınlığı ruhumuza mərhəmət və dincilik verir. Dördüncü, ölüm mələyi, Əzrail. Ölüm anı yalnız Allahın əmrində gəlir. Əzrail insanların ruhunu almaq üçün əmr alır, amma qorxutmaq üçün deyil. Hər bir ruh Allahın iradəsinə sığortalanır. Belə ki, əziz dostlar, mələklər yalnız bir əfsanə deyil. Onlar hər an bizim yanımızdadır. Bizi qoruyur və ruhumuzu işıqlandırır. Onları unutmadan imanla yaşamaq lazımdır. Qəlbimizdə qorxu yox, sevgi olsun. Hər zaman Allah'a yad edək, dua edək və onun mələklərindən qorunma diləyək. Əuzubillahimineşşeytanirracim. Həsbiyallahu la ilahe illallah. Allahın mələkləri bizi daim qoruyub işıqlandırsın. Amin.